Hamınıza salam dostlar. Bugün turizm könüllü olarak mini futbol dünya çempionatına gelmişik. Burada ilk olarak qapıdan girmeye çalışıyorum ve sumkam qapıya ilişir. Əla. Ortama ilk girdik. Her şey çok qəşəng görünürdü ve başladıq yerimizi axtarmağa. Və ən sonunda yerimizi tapdıq və bir neçə çəkilişlər eləməyə başladım. Tez bayraq çəkirəm, bileti çəkdim. Biraz da özümü çəkim. Sonra himnimiz səslənir. Biraz himnimizə qulaq asaq. Aha, başladıq minik şoulara, ufak çaplı şoular başladı. Darbuka çalır, biraz disko ortamına çevrilmişti. İndi siz səsi qoyacağım, qulaq asarsınız. Bir yerdən sonra çox qəşəng olacaq. Bəli, minik şoular devam edir. Burada ise kızlar rəqs edirdi. Daha sonra bu abimiz, tanımıram kimdi, topla şov gösterirdi. Orada baxdım, sonra bir anda başladı qaçmağa. Sonra gördüm ki topu qapıya vurmağa gedilmiş. Şovunun bir səsi. Bəli, Aleyna Tilki bacımız gəldi. Həmişə kimi O Sən Olsan Bari mahnısından giriş elədi. İnşallah ki YouTube mənim videoma telif verməz. Nə olar? Allah rızası üçün YouTube. Bəli, burada da hamı Aleyna'ya dəstək olur, belə ışıqlar falan yandırır. O sırada vlog çəkən mən. Baxın dostlar, Aleyna bacımız geldi bizə əl sallamağa. Ama deyəsən bizi görmədi. Çaresizlik. Aygün Kazımova geldi. Burada da bizim uşaqlar necə qışqırırlarsa özlərinə keçdilər. Yəni bu kadar Aygün sevgisi mənə çox istəyirəm. Yaxşı ki varsan Aygün Kazımova. Bəli dostlar, ümid edirəm ki YouTube mənim videoma telif atmaz. Allah rızası üçün YouTube etməli bir şey. Vay canına, maskot arkadaşımız geldi. Mükəmməl dansı ilə ortama giriş elədi. Da mənim bununla şəklimdə var. Prosta bulvarda çəkdirmişəm, burada yox. Baxın dostlar, burada da gedib cəmaatın içində bir şeyler eləyir. Maskotluq eləyir, işte işi budur.
Daha sonra futbolçular giriş eləyib sahaya və mən görməmişəm. Hələ də maskota baxıram burada. Nəysə, biraz da futbolçular çəkim. Uşaqları ikna eləmişəm. Bayraq şousu göstərib sizə. Görürsünüz necə vətənpərvərlik. Burada biz ətrafa baxırdıq. Aşağıdakı futbolçular yuxarı belə əl eləyirdi bizim uşaqlara. Mən də onları çəkmişəm. Ayda bizim azərkeşlərimiz o qədər yaxşı moral verirdilər ki futbolçulara. Çox əlaydınız. Burada bizim komanda bir neçə dəfə qol atmaq denədi. Birinci denəmə olmadı. Bu da ikinci denəmədir. Bu da olmadı. Və üçüncü o qədər mükəmməl idi. Qol, bəli, bəli. 1-0 ilk qolumuzu atdıq. Arxa fonda səsi eşitməyim məncə. Hamı qışqırırdı, yəni içimən daxil. Sevincimizdən riski qışqırmağa başladıq. Burada təkrarı var. Baxın, sizə görə çəkmişəm hamısını. Ay necə də sevinirlər bizim komanda. Təbriklər uşaqlar. Bəli, mən artıq burada çəkməyi unutmuşam. Bu kadrlardan sonra əlimdə video yoxdur. Amma futbolçularla falan şəkillərimiz var. Onları da qoyuram. Sağ olun dostlar. Bu bayaq dediyim maskotda olan şəklimdir bulvardakı. Yenə onunla. Və son olaraq da bütün anılarımızı bir araya yığdım. Sağ olun.